Hal-hazırda bir çoxunuzun xəbərsiz olduğu çox önəmli bir həqiqət var. Axır zamanda olduğumuz. Axır zaman dünyanın axırı, zamanın sonu deməkdir. Axır zamanda olduğumuzu bizə bildirən isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin düz 1400 il öncədən axır zaman əlamətlərini xəbər verdiyi hədislərdir ki, bunlardan 600-ü artıq möcüzəvi şəkildə eyni ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərdə təsvir etdiyi kimi reallaşır. Quyruqlu ulduz çıxmazdan əvvəl quraqlıq, çıxandan sonra güclü yağışlar olacaq. Həzrəti Mehdi əleyhissalamın zuhurundan əvvəl Bədir kimi parıldayan cüt quyruqlu ulduz çıxacaq. Bu ulduz çıxandan sonra elə bol yağış yağacaq ki, ciddi fəsadlar törədəcək. Lakin insanlar bu yağışları sevinclə qarşılayacaq. Çünki ondan əvvəlki 3 ildə yağış heç yağmayacaq.